Mənimlə bağlantıda 343 sosial media hesablarının, səhifələrinin təsisçisi və futbol blogeri Cavid Zahidovdur. Sabahınız xeyir olsun Cavid bəy. Sabahınız xeyir Kənan bəy, sabahınız xeyir əziz idman Azərbaycan və tamaşaçıları. Cavid bəy, başlayaq Qarabağdan. Qarabağın çətin oyunu var bugün və bu həm milli komanda bu milli aradan sonra, yəni fasilədən sonra Qarabağ üçün, yəni onların əksər futbolçuları üçün, millidə çıxış edən futbolçular üçün çətin olacaq. Eyni zamanda Atletik Bilbao maçı öncəsi belə bir hazırlıq xarakterdə deyə bilərik ki, daşıyır. Nə düşünürsünüz? Qarabağ hansı heyətlə çıxmalıdır və ümumiyyətlə necə bir nəticə gözləyirsiniz Qarabağdan Turan Tovuzla görüşdə? Çox maraqlıdır ki, əslində Qarabağ yəqin ki, mənə görə ən böyük suallardan biri bugün zədədən yeni sağalmış Yankoviçin nə qədər forma geyəcəyidir. Bir qədər yəqin ki, oynayacaq, amma əslində Qarabağın qarşısında iki tam fərqli rəqibdir. Turan bildiyimiz kimi Berdiyev rəhbərliyi altında çox effektiv şəkildə 5-3-2 taktikasıyla oynayır. Çox müdafiə meyillidir. Atletik Bilbao 4-2-3-1 ilə Qarabağı boğmağa çalışacaq. Biz Kənan bəy təcrübəmizdə gördük ki, misal üçün Çempionlar Liqasının təsnifat mərhələsindən Ferencvaroş oyundan öncə Qarabağ yarı ikinci heyətlə Sumqayıtla çıxdı, öhdəsindən gələ bilmədi, 1-0 uduzdu. Mənə görə hər halda bu, yəni həmin o Atletik Bilbao görüşünün bir növ ssenarisinin üzərində bir məşq kimi olacaq. Belə pis çıxmaz əlbəttə, çünki Turan da çox güclü komandadır. APS Azərbaycan çempionatında 5 qələbə ilə birinci yerdədir. Hardasa məncə həmin o ssenariləri sınavdan keçirəcək ki, müdafiə olunan rəqibi necə müdafiə blokunu yarsın. Çünki nəzərə alsaq, əgər birdən Atletik Bilbao birinci vursa, o da elə eyni blokla müdafiə olunacaq. Ona görə Qarabağ üçün bu maraqlı olacaq. Bir də əlbəttə dediyim kimi o Yankoviç söhbəti var. Necə ki, Niko Williams Bilbao'da Mallorca ilə 20 dəfə oyun oynadı. Eyni şey yəqin Yankoviçdə də olacaq. Və elə ikinci heyətli deyil. Çünki Qarabağ əksər Premyer Liqa maçlarına ikinci heyəti istifadə eləyir. Və ikinci heyət yorğundur. Məsələ ondadır ki, milli komandada Qarabağın elə ikinci heyətdə demək olar meydana çıxan futbolçuları oynayıblar. Məsələn, elə qapısını götürək, Şahurüddin çox yorğundur. 2 səfər oyununda əlindən gələn elədi milli komandadan heyətində və Premyer Liqa maçlarında əsasən elə Şahurüddinə həvalə olunur Qarabağın qapısı. Müdafiə düzdür, müdafiə stabildir daha çox Qarabağda, amma hücum xəttidir, məsələn, yarım müdafiə xəttidir. Qurban Qurbanovun xüsusi o Premyer Liqa futbolçuları var ki, onlardan istifadə eləyir. Onları bu dəfədə Turan Tovuzla, bu daha gərgin maçdır çünki və bu dəfədə onlardan istifadə eləmək nə dərəcədə doğru olacaq? Və yaxud risk eləyib əsas heyət futbolçularını meydana buraxıb zədə ehtimalı yarana bilər, yəni zədə təhlükəsi ola bilər, yorğunluq məsələsi var, çünki səfərə yollanacaqlar 2 gün sonra. Bunlar bu baxımdan Qurban Qurbanın işi çətindir əlbəttə ki. Nə düşünürsünüz? Yəni daha doğrusu hansı olardı? Əksər, məncə Qurban Qurbanov çox uğurlu şəkildə burada rotasiya edəcək. Yəni, ya belə deyək də, ikinci heyət deməyək, hətta yarı, yəni əsas heyətin oyuncuları olmaqla bir neçə oyuncu hansı ki, əsas heyətdə düşünür, onlardan istifadə edəcək. Məncə ən böyük sual əlbəttə ki, siz dediyiniz kimi cinah müdafiəçiləridir. Çünki Atletik Bilbao ilə oyun fundamental olacaq, həmin o Niko Williams'ın cinahında. Bir də Mateus Silva var orada. Onun yerinə misal üçün Abbas oynaya bilər, hansı ki, milli komandada əslində yaxşıdır, çünki oyun praktikası aldı və bir də ki, nəzərə alaq ki, Pafel də Kənan bəy çox Qarabağa bir növ kömək eləyərək oyunu 5-ci günə salıb. Yəni, o deməkdir ki, Qarabağın 3-cü gün olacaq oyunda kifayət qədər praktika almaq təcrübəsi olacaq. Bizim üçün ən əsas məsələ odur ki, Qarabağdan, milli komandadan və ya başqa komandalardan zədəli oyuncu gəlməyib Qarabağa. Bu çox vacib bir məqamdır. Ona görə məncə əksinə, mənə görə düzdür, Turan nəzərə alsaq qapısında oturub Qarabağa topu verəcək. Atletik Bilbao əksinə Qarabağı sıxmağa başlayacaq. Ona görə Qarabağ üçün bu bir növ yaxşı hazırlıq bir ssenarisi olacaq. Elə keçək Qarabağın rəqibinə. Atletik Bilbao, onların da Elçə səfəri var və hazırda turnirin cədvəlinə baxanda La Ligada Elçə 7-ci, Atletik Bilbao 8-cidir. Eyni xala sahibdilər və mən deməzdim ki, Elçə bu mövsüm zəif çıxış eləyir. Yox, onlar da kifayət qədər inamlı oynayırlar, yəni mübarizə aparırlar və 13 xal toplayıblar 8 oyuna. Bu az pis nəticə deyil və digər bir məqam elə Atletico Madridin də o qədər xal toplaması. Yəni 4 komanda 13 xal toplayıb turnirin cədvəlində. Atletik Bilbao üçün də çətin səfər olacaq. Ağır oyundur və Niko Williams tamamilə sağaldıb deyəsən zədəsini. Bəli, Mallorca'da 20 dəqiqə forma geydi. Ümumiyyətlə, mən bilmirəm İdman Azərbaycan o həmin oyunu verəcək, amma mən ümumiyyətlə tamaşaçılara məsləhət görürəm ki, ona bir nəzər salsınlar. Çünki
Elçeni Pep Guardiola'nın Barcelona'sı ilə müqayisə edirlər 2008-12. Komanda inanın Qarabağ necə Azərbaycan çempionatında topa sahib, dominant futbol oynayır. Elche elə dominant futbol oynayır və İspaniyada mövsümün ilk hissəsinin ən açılış komandasıdır. Sadəcə oraya yeganə uğursuz oyunu ötən tur Alavesə qarşı oynayıb məğlub oldular. Yəni ilk məğlubiyyəti, yeganə məğlubiyyətini ondan aldılar. Düzdür, bu ssenari Bilbao üçün rahat olacaq çünki Valverde əks hücumlardan oynamağı sevir. Bir növ Qurban Qurbanov kimi bu oyunda müqayisə eləmək olar, amma məncə maç fantastik olacaq. Həm də biz baxacağıq ki, Nico Williams'ın durumuna və komandada hələ də Berenguer zədəlidir. Ümid edirəm ki, o zədədən qayıtmaz. Çox ümid edirəm ona. Amma ən əsas əlbəttə ki, Williams'ın oyunudur. Mən proqrama baxdım, Elche Atletico Bilbao oyunu yoxdur. Heyf ki proqramda. Bəli, böyük oyunda ona görə. Amma çox maraqlı oyundur. Yəni dediyim kimi biz çox material öyrənə bilərik. Çünki Elche öz qapısında İspaniyada necədir Kənan bəy? Adətən komanda avtobus parkov gedir qapıda. Elche hücum futbol oynayan komandadır. Yəni düşünün ki, progressiv irəli ötülən paslara görə və o xətləri kəsici paslara görə Elche La Ligada Barcelona və Real Madriddən sonra 3-cü yerdədir. Yəni bu artıq kifayət qədər ciddi komplimentdir. Yəni maraqlı oyun olacaq. Və keçək həftənin mən deyərdim ki, bu Avropanın top 5 liqalarında ən maraqlı, ən çox gözlənilən oyunlarından birinə. Məncə birincisi də demək olar. Liverpool-Manchester United. Bu oyun niyə böyük maraq kəsb eləyir? Çünki Liverpool 3 oyunda uduzur və liderliyi əldən verdilər. Digər tərəfdən son şans verilən Amorim Southampton qələbəsindən sonra bir qədər nəfəs dərdi sanki. Və indi Liverpool səfərinə gəlib. Bu dəfə onların başına nə gələcək? Manchester United sanki yavaş-yavaş Benjamin Sesko ilə filan, yəni biraz oyununu düzəltməyə bacarıb. Sanki sistemi otuzdurmağa bacarıb sanki Amorim, amma Liverpool səfəri, Liverpool dəqiqə xala çox acdı, qələbəyə acdı. 3 məğlubiyyət, xal itkiləri. Həmin oyun barədə nə düşünürsünüz Cavid bəy? Belə baxanda bu iki xəstənin elə bir duedir, yəni ki, hər iki komanda problem var. Xatırladaq, Sunderland'i Manchester United 2-0 hesabı ilə ona görə məğlub etdi ki, Sunderland'in məşqçisi Lebri biraz eksperimentə getdi. O 5-li müdafiənin yerinə 4-lü müdafiə oynadı. Bu çox uğursuz oldu çünki Sunderland birinci yarı taktikasını dəyişdi ki, Manchester'ın taktikasını əksləsin. Amma bu uğursuz oldu və məsələn birinci 30-cu dəqiqəsindən sonra baş məşqçi dəyişikliyə getdi ki, həmin o 5-li müdafiə qayıtsın. Ondan sonra oyun normal getdi. Manchester United'dən hələ nəsə demək tezdir. Yenə də orta sahəsində 6 nömrənin olmaması problemi qalır. Çünki Bruno Fernandes'lə orta sahə çox belə açıqdır, çox boşdur. Digər tərəfdən Liverpool'un özünün problemləri məncə davam edəcək. Yenə də Frimpong və Muhammed Salah eyni mövqedə oynaya bilmirlər. Eyni zamanda Ekitike ilə Alexander Isak eyni zamanda forma giyə bilmirlər. Bilirsiniz, yəni Kənan bəy, bu İsveç millisi öz meydanda Kosovaya məğlub oldu. Isak meydanda demək olar bütün maçı forma geydi və 0-1 hesab eləmir. Adam hələ formada deyil çünki yayı yoxdur. Bu bir növ mənə Manchester City, Manchester United oyunu xatırladır. Çünki onda da City 3 turdan 2 məğlubiyyət almışdı. 2 kriz olan komandadır, amma City United darmadağın elədi. Nəzərə alsaq ki, Anfielddə ötən mövsüm 2-2 qurtarmışdılar. Ona qədər Manchester United son 7 səfərində yalnız bir dəfə qol vurmuşdu Anfielddə və əlbəttə ki, o 5-0, 0-7-lər Anfielddə baş verir. Ona görə çox vacib oyundur. Yenə də mənə görə Liverpool favoritdir, amma hər şey ola bilər. Çünki çox belə ipə sapa yatmayan. Əgər Manchester United orta sahəsini eksploatasiya edirsə, Bruno Fernandes qabağa çıxmasını həll edə Liverpool istismar edirsə, orada Liverpoolda Gravenberglə McAllister və Szoboszlai var. Liverpool nəsə qazana bilər, amma nəzərə alaq ki, Slotda çox ciddi eksperimentlər edir, hansı ki, uğursuzluqdur. Bir nömrəsi yəqin Qalatasarayda keçirdi, yaxşı xatırlar ki, Szoboszlai sağ cinah müdafiəçisi mövqeyində, hansı ki, həm onu möhtəşəm 10 nömrəliyi ilə məhrum edir, həm də ki, sağ cinahı belə bir növ açıq qoyur. Əgər o olsa, əlbəttə ki, Mbeumo ilə Kunya üçün çox rahat verir, fürsət olacaq. Çox təşəkkürlər Cavid bəy. Minnətdaram fikirləriniz üçün. Uğurlar arzu edirəm, uğurlu gün arzu edirəm sizə. Çox sağ olun Kənan bəy. Sizə də və tamaşaçılarınıza da görüşənə qədər. Sağ olun. Əziz tamaşaçılar, bizimlə bağlantıda 343 sosial media hesablarının yaradıcısı və futbol blogeri Cavid Zahidov idi.